Bakıda çox adamın tanımadığı bir mol var, Zefir Mol. Buranı daha çox Yasamal sakinləri tanıyır. Tanımayanlar da bu videodan sonra müsbət və mənfi tərəfləri ilə birgə olduğu kimi tanımış olacaqlar. Bura Mida yaşayış kompleksinin girişində kənar dairəvi yolun yaxınlığında yerləşir. Cəmi 2 mərtəbəsi var. Mənə görə az tanınmasının və ya ziyarətçi sayının digər mollarla müqayisədə çox olmamasının əsas səbəbi də içinin zəngin olmamasıdır. Birinci mərtəbədə Bravo'nun çox da böyük olmayan bir filialı var. Burada adətən işçi qıtlığından əziyyət çəkir müştərilər. Dəfələrlə olur ki, bir söz soruşmaq istəyirsən, amma bir inni cinni gözə dəymir. Məncə xidmətin keyfiyyətini artırmalıdırlar. Birinci mərtəbədə Penti'nin mağazası var, amma evli kişilər buradan gərək gözü bağlı keçsin, əks halda kənar təsirlərə məruz qala bilərlər. Qalxırıq ikinci mərtəbəyə. Zefir Mol'un bütün əyləncə və restoranları məhz burada yerləşir. Başlayım LC Waikiki-dən. Zefir Mol'un yeganə normal geyim mağazası sayıla bilər. Burada nə vaxt gəlirəm, xoşuma gələn məhsulların S ölçüsünü tapa bilmirəm. Ümumiyyətlə şəhərdə S ölçüyə qənim kəsilənlər var. İmkan vermirlər özümüzə uyğun nəsə tapaq. Daha sonra Əli Nino mağazasının yanından keçirik və yaxınlaşırıq uşaq oyun zonasına. Burada uşaqlar üçün qum dünyası və müxtəlif atraksiyonlardan ibarət oyun zalı var. Qum dünyasının 1 saatı 6 manatdır. Oyun zonasında isə seçim imkanı yoxdur. Sadəcə 15 manat verib xidmətdən limitsiz yararlanmaq mümkündür. Bir ailədən ikinci uşaq keçirsə ona 12 manat alırlar. Mənə görə buranın qiymət strategiyası o qədər də ədalətli deyil. Adam var ki, tutalım uşağı 5-10 dəqiqə oynayıb çıxmaq istəyir. Onlar da 15 manat verməlidir uşağı 2 saat oynayanda. Məhz bu məqam bir çox müştəriləri narazı salır. Burada oyun zonasının ətrafında masalar var, valideynlər özləri nəsə sifariş eləyib dincəlir, uşaqları da oynayır. Zefir Mol'da başqa nələr var? Bir çoxlarının sevimlisi KFC. Mənim sevimli pizza məkanım Pizza Mizza var. Ormada Coffee House var. Burgerlərini bəyəndiyim Meats Burger var və s. Evdə yeyib getmişdik deyə aclığım yox idi. Ona görə özümüzə bir stəkan cappuccino, bir stəkan da mocha sifariş etdik. Qiyməti 11 manat 10 qəpik tutdu. Leylaya da fri kartof və pendir çubuqları dedik. Bu da 9 manat 80 qəpik tutdu. Bunu sırf Leyla üçün alsam da atalıq vəzifəmdən sui-istifadə eləyərək bu setə əl qoydum və 1-2 dilim də mən yedim. Zefir Mol'da belə bir xeyriyyə qutusu var. İçinə təmiz, qüsursuz uşaq oyuncaqları atılır və bu da ehtiyacı olan uşaqlara çatdırılır. Gələn dəfə biz də bura oyuncaq atacağımıza qərar verdik. Molda təəssüf ki, təmizliyə riayət etməyənlər də olur ki, adam söz tapmır deməyə. Sonda parkinq üçün 3 manat ödəyib, beləcə məhəlləmizin Xudmani molunu tərk eləyib yollanırıq öyümüzə eşiyimizə. Maraqlı oldusa bəyənməyi unutmayın.